Bugünkü dərsimizlə birlikdə çeviri üzrə bərabər söhbət hərəkət mövzusuna başlayırıq. Biz səninlə daha əvvəl əyrixətli hərəkəti öyrənmişik, düzxətli hərəkəti öyrənmişik. Amma bu mövzuların heç birində cisimlər çeviri üzrə hərəkət etmirdilər. İndi isə cisimlərin çeviri üzrə hərəkətini öyrənirik. Əslində isə edəcəyimiz şey hərəkət mövzusunu öyrəndiklərimizi çeviri üzrə hərəkətdə nəzərə almaq. Dərs başlayandan arxa fonda gördüyün kiçik videoların hamısı gündəlik həyatda qarşılaşacağın çeviri üzrə hərəkətin nümunələri. Burada gördüyün situasiyaların hamısında cisim bir nöqtə, başqa sözlə maddi nöqtə ətrafında fırlanma hərəkəti. Mövzumuz çeviri üzrə bərabər söhbət hərəkət. Fizikada hər hansı bir mövzunun adında bərabər söz keçirsə, orada sözü gedən kəmiyyətin sabit olduğunu biz artıq öyrənmişik. Bərabər sürətli hərəkətdə həmişə sürət sabit qalır. Həmçinin bərabər yeyinləşən və bərabər yavaşayan hərəkətlərdə də təcili sabit qəbul etmişdik. Cisimlərin sürəti bərabər olaraq artır və yaxud da bərabər olaraq azalır. Çeviri üzrə bərabər sürətli hərəkətdə isə sabit olan şey sürət. Bunun bir futbol topu olduğunu düşün. Mən onu iplə yerə bağlamışam. Sürtünmə qüvvəsinin olmadığını, ipin elastik olmayan, uzunamayan bir ip olduğunu yadından çıxardım. Futbolçu bu topa müəyyən bir sürətlə irəli vursa, məsələn 10 metr bölmüş saniyə sürət, top irəliyə getməyə çalışır. Amma ip topa bağlı olduğu üçün düz irəliyə gedə bilməyəcək. İp onu fırladacaq. Yəni top çevrələr çıxacaq. Bax, burada sürəti 10 metr bölmüş saniyədirsə, bu nöqtəyə gələndə hələ də sürəti 10 metr bölmüş saniyə olacaq. Bu nöqtəyə gələndə cismin sürəti hələ də 10 metr bölmüş saniyədir. Demək ki, top çevrələr üzrə bərabər sürətlər. Sən hərəkət mövzusundan öyrənmisən. Sürət vektorial kəmiyyətdir. Yəni həm ədədi qiyməti, həm də istiqaməti var. Çeviri üzrə bərabər sürətli hərəkətdə isə sürət sadəcə ədədi qiymətcə sabitdir. Sən bu simulasiyada sürət qatarının hərəkət trayektoriyasını görürsən. Trayektoriyanın müəyyən hissəsində sürət qatarı çeviri üzrə bərabər sürətlə hərəkət edir. Gəl indi sürət qatarının bütün hərəkət trayektoriyası müddətincə sürət vektorunun istiqamətini vizual olaraq müşahidə edin. Bu videoda öyrənməli olduğun ən əsas şey çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin sürət vektoru hər saniyə müxtəlif istiqaməti göstərməkdir. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin hərəkət sürəti istiqamətcə dəyişsə də ədədi qiymətcə həmişə sabit qalır. Tərifə bax. Çeviri üzrə bərabər sürətlə hərəkət maddi nöqtənin sürətinin modulu çevrənin bütün nöqtələrində eyni olduğu hərəkətdir. Bundan sonraki dərslərdə də qarşımıza çıxacaq. Öyrənməli olduğumuz terminlər. Əvvəla periodun və tezliyin nə olduğunu öyrənək. Gələcəkdə rəqslər və dalğalar mövzusunu keçəndə də bu terminlər bizə lazım olur. Görək çeviri üzrə bərabər sürətlə hərəkətdə periodun tərifini izləyək. Cismin çeviri üzrə tam bir dövr etməsi üçün sərf etdiyi zamana dövr etmə periodu deyilir. Yəni period zamanla əlaqəli bir qavramdır. Zamandan danışır. Buna görə böyük T hərfi ilə işarə olunur. Time sözündən gəlir. Fizikada adətən zaman kiçik T ilə işarə olunur. Amma period zamanın xüsusi bir forması olduğuna görə fərqləndirmək üçün böyük T ilə işarə olunur. Vahid isə dəyişmir. Bir saniyədir. Zaman skalyar kəmiyyət olduğuna görə period da skalyar kəmiyyət. Bəs tezlik nədir? Tezlik adından da göründüyü kimi təkrarlanan hərəkətin nə qədər tez təkrarlandığından danışır. Tərifinə baxaq. Cismin vahid zamandakı dövrlərin sayına bərabər olan fiziki kəmiyyətə dövr etmə tezliyi deyilir. Dövrlərin sayından nə qədər dövr etdiyindən danışır. Dövrlərin sayından bir saydan danışdığına görə n hərfi ilə işarə olunur. Number sözündən gəlir. Bir saydan danışırıq. Təbii ki, skalyar kəmiyyət. Vahidi bir bölünmüş saniyə, başqa sözlə saniyə üstü -1. Çünki burada bölgəyin dövrlərin sayını göstərir. Biz buna gələcəkdə Hs də deyəcəyik. Burada çeviri üzrə bərabər sürətlə hərəkət edən bir cismin simulasiyası var. İndi bu cismin dövr etmə periodu 5 saniyə. Simulasiyonu mən başladıram. Sən isə cismin necə dövr etdiyinə bax, dövrlərin sayına bax, dövr etmə tezliyinə bax. Birazdan cismin sürətini dəyişəcəm. Dövr etmə periodu və tezliyi də dəyişəcəm. İndi cismin fırlanma sürətini artırıram. 2 qatına çıxardım. Cisim daha sürətlə fırlanır. Periodun və tezliyin necə dəyişdiyinə baxaq. Bunu sən də hiss etmisən böyük ehtimal. Sürət artdığına görə başladığı nöqtəyə daha qısa müddətdə gələcək, daha tez gələcək. Onda cismin periodu, yəni tam bir dövrə lazım olan zaman kiçiləcək. İndi bu cismin dövr etmə periodu 2,5 saniyədir. Periodu azalıbsa tezliyi artır. Tezliyin nə olduğunu xatırla. Tezlik nə idi? Tezlik vahid zamandakı dövrlərin sayı. Müəyyən bir vaxt qoysam, məsələn 1 dəqiqə boyunca cisim dövr etsə, indi daha çox dövr edər, yoxsa indi daha yavaş fırlanır. Periodu artıb, zaman tezlik azalır. Hətta biraz daha yavaşlanır. İndi daha da yavaş fırlanır. Başladığı nöqtəyə çatması üçün daha çox vaxt lazımdır, daha çox müddət lazımdır. Period artıb. Periodun artdığına görə tezlik azalır. Yəni 1 dəqiqə gözləsə, daha da az durar. Periodla tezlik tərs mütənasib. Biri artırsa, biri azalır. Bu mütənasiblik mənim fizikada ən çox sevdiyim mütənasibliklərdən biridir. Simulasiyonu bir neçə dəfə təkrarlayacağam və periodun və tezliyin qiymətlərini qeyd edəcəm. Bu birinci dövr, ikinci dövr etmə zamanı, period və tezlik. Bu üçüncü dövr etmə zamanı, period və tezlik. Diqqətli bir şey çəkdi. Bunların hamısında periodu və tezliyi bir-birinə vursam bir al. Bunu sonsuza qədər edə bilərəm. Qiymət dəyişmir. Əslində bunu sən də bilirsən. Bu düsturları artıq sən də öyrənmişdin. Bu düsturları tərəf-tərəfə bir-birinə vursam, n ilə, t də t ilə ixtisar gedəcək.
Nəticədə kəsrin sürətində 1, məxrəcində 1 qalır. Demək ki, tezlik və periodun hasili həmişə 1. Bu da riyaziyyatın gözəlliyi. Hər imtahanda qarşına çıxa biləcək tipli bir suala bax. Çeviri üzrə bərabər sürətə hərəkət edən bir cisimə aid fikirlərdən hansı doğrudur? Baxaq, xətt sürət sabitdir. Hə müəllim, biz bayaq dedik axı, mövzunun adında bərabər sürətli keçirsə, demək ki, orada sürət sabitdir. Mövzumuz da çeviri üzrə bərabər sürətə hərəkətdir. Demək burada sürət sabit olacaq. Yox, biz sürət sabitdir demədik. Sürətin ədədi qiyməti. Yəni modulca sabit olduğunu. Qatar nümunəsini xatırla. Sürət qatarı trayektoriya boyunca necə hərəkət edir? Hərəkətin hər saniyəsində sürət vektorunun istiqaməti dəyişir. Sürət vektoruyla kəmiyyət. Həm ədədi qiyməti, həm də ki, istiqaməti bizim üçün vacib. Çeviri üzrə bərabər sürətdə hərəkət sürətin sadəcə istiqamətdə, ədədi qiyməti isə həmişə sabit qalır. İkinci varianta baxaq. Period sabitdir. Bax, indi bu cisim müəyyən bir sürətə malikdir və çevrə üzrə fırlanır. İndi baxaq, çevrənin ölçüləri, yəni cismin qət etdiyi məsafə dəyişir? Yox. Həmişə eyni məsafəni qət etməyə çalışır. Bəs yaxşı, çeviri üzrə bərabər sürətdə hərəkət edən bir cism sürəti dəyişir? Yox, biz sürətin ədədi qiymətcə sabit qaldığını danışdıq. İndi hərəkət mövzusunu xatırla. Sürətin üsulu necə idi? V bərabərdir, S bölmüş D üsulunu xatırla. Bizim gedəcəyimiz yol sabitdir, sürətimiz sabitdir. Onda bizim tam bir dövr üçün lazım olan zamanımız o da sabit. Yəni periodumuz sabit. Çeviri üzrə bərabər sürətli hərəkətdə period və tezlik həmişə sabit. Təcil 0. Müəllim, bu cisim sabit sürətlə hərəkət edir, sürət dəyişmir, təcil də sürət dəyişməsi idi. Demək ki, sürət dəyişmədiyinə görə təcil də 0. Birinci bənddə dediyim kimi, sürətin sadəcə qiyməti dəyişmir, istiqamət hər an dəyişir. Təcil nə idi? Sürət dəyişməsinin zamanı olan nisbəti idi. Ona görə vektorun istiqamətin dəyişdiyi üçün təcil də dəyişəcək. Təcil də vektorial bir kəmiyyətdir. Sürət vektorunun dəyişdiyinə görə təcil də dəyişəcək. Yəni, hər saniyə fərqli qiymət alacaq. Bu variant da səhvdir. Çevrə üzrə bərabər sürətli hərəkət təcilli hərəkətdir. Qarşıda daha aydın görəcəksən, amma belə düşün. Avtomobildə əyləşmirsən, sürücü sürətini artırır. Bu zaman nə baş verir? Sən arxaya doğru çıxırsan. Sürücü əyləci bastı, önə doğru gəlirsən. Bəs yaxşı, maşın dönəndə nə olur? Bu da çevrə üzrə hərəkətə nümunədir əslində. Bu səfər maşının döndüyü tərəfin əks tərəfinə əyilirsə, insan bədəni təcillə reaksiya verir. Çevrə üzrə bərabər sürətli hərəkət təcilli hərəkətdir. Yeni bir kəmiyyətlə tanış ol, dönmə bucağı. Dönmə bucağı çevrə üzrə hərəkətdə radius vektorunun, yəni evin döndüyü ucaqdır. A nöqtəsində yerləşən cismin A' nöqtəsinə gəlməsi üçün radius vektorunun neçə dərəcə döndüyünü, yəni belə desək, A cisminin neçə dərəcə döndüyünü bizə göstərir. Fi hərfi ilə işarə olunur. Fini tapmaq üçün A və A' nöqtələri arasındakı məsafəni, yəni qövsün uzunluğun radiusa bölmək kifayət. Dönmə bucağı skalyar kəmiyyətdir. Bir saydan danışır, bir rəqəmdən danışır. Vahidi radian. Bundan sonraki dərslərimizdə çevrə üzrə hərəkətdə cismin neçə dərəcə döndüyünü hesablamaq üçün bizə lazım olacaq. İndi gələk sürət qavramı ilə bağlı iki yeni termin, bucaq sürəti və xətti sürət anlayışlarına. Müəllim, biz sürət anlayışını təzə keçdik. Orada sadəcə sürətdən danışmışdıq. Bucaq sürəti və xətti sürət kimi anlayışlar öyrənməmişdik. Bunlar hardadır? Sənin indiyə qədər öyrəndiyin sürət əslində xətti sürət. Başqa bir sürət növü öyrənmədiyimizə görə biz ona sadəcə sürət deyirdik. İndi isə bu gün burada ilk dəfə eşidəcəyin sürətin yeni növünə tanış olacaqsan. Biz ona bucaq sürət deyirik. Xətti sürətə baxaq. İlk öncə niyə buna xətti sürət deyirik? Niyə bu günə qədər öyrəndiyimiz sürətin adı xətti sürət? Çünki bu günə qədər öyrəndiyimiz bütün situasiyalarda həmişə hərəkət edən cisimə sürət vektorunu çək deyəndə, çəkdiyim vektor cismin hərəkət istiqamətində olur. Məsələn, mən bura bir cisim çəksəm, bu səth üzərində belə qırıq-qırıq xəttlərlə göstərdiyim trayektoriya üzrə sağa doğru irəliyə hərəkət edir. Mən desəm ki, bu cismin sürət vektorunu çək. Sən bunu çəkəcəksən. Sürət vektoru budur müəllim deyəcəksən. Çevrədəki xətti sürət əslində bu günə kimi bildiyin sürətlə eynidir. Çevrə üzrə bərabər sürətlə hərəkət edən bir cismin hərəkət trayektoriyası elə çevri olur. Buna görə də bu cismin sürətinin istiqamətini göstər desəm, qırıq-qırıq xəttlərlə göstərilən trayektoriyaya toxunan çıxacaqsan. Müəllim, bu cismin trayektoriyası əyridir, ona görə də sürət vektoru belə əyri çəkə bilərəm. Təbii ki, yox. Bizim sürət dediyimiz şey, vektor dediyimiz şey düz xətt parçasıdır. Ona görə də düz xəttlə göstərilməli. Yəni sən sürət vektorunu çək desən, bu düz xətti çəkməlisən. Trayektoriyaya toxunma. Bunun nə demək olduğunu bu videoda aydın şəkildə görmək olur. 4 parçadan ibarət çevrə daxilində hərəkət edən top yolun müəyyən hissəsində çevrənin hər hansı bir hissəsini götürsə, cisim düz hərəkət etməyə başlayacaq. Bizim göstərdiyimiz vektor istiqamətində xətti şəkildə hərəkət etməyə başlayacaq. Məhz biz ona görə deyirik, çevrə üzrə hərəkət edən cismin sürət vektorunun istiqaməti hər saniyə dəyişir. İndi mən çevrə üzrə hərəkət edən bir cismin sürətini, yəni xətti sürətini necə tapa bilərəm, onu bax. Bunları sən onsuz da artıq bilirsən. Sadəcə bildiyinin fərqində deyilsən. Bildiyin sürət düsturu necədir? V bərabərdir S bölmüş T.
Tutaq ki, bu cisim çevrə üzrə tam bir dövr etmiş olsun. Cismin getdiyi yol elə bu çevrənin uzunluğuna bərabər olacaq. Riyaziyyatdan xatırla, çevrənin uzunluğu necə tapılır? Çevrənin radiusu r olaraq qəbul etsəm, onda cismin s dediyimiz şey, yəni getdiyi yol 2pi r olar. Hə, bir də bu cismin tam bir dövr etdiyini demişdik axı. İndi xatırla, çevrə üzrə tam bir dövrə biz nə deyirdik? Başqa sözlə desək, cisim çevrə üzrə tam bir dövr edən zaman keçdiyi zaman fasiləsi necə adlanır? Period adlanır. İndi gedilən yol var, 2pi r. Bir də bu yolu getməyə sərf olunan zaman var, period. Onda xətti sürəti bu cür tapa bilərəm. Bu qədər sadədir. Yox, sən deyirsənsə ki, müəllim, mənə belə sadə şeylər demə. Mən buradan bir dənə də düstur çıxartmaq istəyirəm. Onda periodla tezlik arasındakı əlaqəni xatırla. 1 bölünmüş t nə idi? Düsturda 1 bölünmüş t-nin əvəzinə tezliyi yazsam, n-i yazsam, yəni n-ünü yazsam, düstur bu şəkildə alacaq. Bax, bu gördüyün iki düstur sənin üçün çox vacibdir. Bunları unutmamalısan, xatırlamağa məcbursun. Vahidi isə onsuz da bildiyimiz kimi metr bölünmüş saniyə olaraq qalır. Bu sahəni göstərir, vahidi metrdir, perioddan bəhs edir, ölçü vahidi saniyədir. Ona görə də xətti sürətin vahidi metr bölünmüş saniyədir. İndi gələk bilmədiyimiz şeyə, bucaq sürəti. İndi bu hərf omega hərfidir. Bucaq sürəti omega hərfi ilə işarə olunur. Xətti sürətdə nə öyrəndik? Öyrəndik ki, tam bir periodda nə qədər yol gedir. Xətti sürətdə əsas məqsədimiz gedilən yola görə sürəti tapmaq idi. Burada məqsədimiz gedilən yol deyil. Bucaq sürət vahid zamanda neçə dərəcə irəlilədiyimizi, çevrənin mərkəzinə nəzərən neçə dərəcə döndüyümüzü ölçmək üçün bizə lazım. Buna bir çevrə çəkirəm və 14 bərabər hissəyə bölürəm. Cisim buradadır. Cismin buradan bura gəlməsi üçün çevrənin mərkəzinə nəzərən neçə dərəcə dönməlidir? 90 dərəcə. Yenidən baxaq. İndi cisim buradan bura qədər gəlsin. Bu zaman 180 dərəcə dönəcək. 180 dərəcə dönən cismin bucaq sürəti 2pi desək, 90 dərəcə dönən cismin bucaq sürəti sadəcə pi. Düsturu tapaq. Xətti sürətdə etdiyimiz şeyi yenidən edir. Tutaq ki, cisim çevrə üzrə tam bir dövr etsin. Tam bir dövr edən zaman neçə dərəcə dönmüş sayılır? 360 dərəcə. Riyaziyyatdan xatırla, 180 dərəcə pi idi, 360 dərəcə isə 2pi olacaq. Bəs yaxşı, bu cisim tam bir dövr edibsə, buna sərf etdiyi zamanı nə deyirdik biz? Period. Bunun da bucaq sürətinin düsturu budur. Vahidi radian bölünmüş saniyə olur. Çünki bucaq dediyimiz şey radianla, period dediyimiz şey isə saniyə ölçən, zaman ölçən. Bucaq sürəti eyni ilə digər sürətlər kimi üstündə ox ilə yazıram. Çünki bucaq sürəti vektorial kəmiyyət. Burada bu məşhur düstur var. Xətti sürətlə bucaq sürətini bir-biri ilə əlaqələndirən düstur. V bərabərdir omega r. Xətti sürət nə idi? V bərabərdir 2pi r bölünmüş t. Bucaq sürət nədir? Omega bərabərdir 2pi bölünmüş t. Bu düsturda r-i, yəni radiusu ayrı yazsam, sən bu düsturun bizə hardan gəldiyini görmüş olacaqsın. Qarşımıza çox çıxacaq, hətta indi çıxır. Bu çubuğu fırlama mərkəzi ətrafında biraz fırladaq. A cismi fırlanaraq buraya gəldi, B cismi fırlanaraq buraya gəldi, C cismi isə fırlanaraq buraya gəldi. Hərəkət T müddətində baş verdi deyə. C nöqtəsi alfa qədər dönübsə, A və B nöqtələri də alfa qədər fırlanır. Hamısı eyni zamanda eyni qədər bucaq dönürlər. Ona görə bütün nöqtələrdə bucaq sürəti eyni. Xətti sürətləri isə fərqli olacaq. Bucaq sürəti ilə xətti sürət arasındakı əlaqə düsturunu xatırla. V bərabərdir omega f. Yəni omega sabitdirsə, xətti sürət sadəcə radiusdan asılıdır. Bunda cisimlə fırlanma mərkəzi arasındakı məsafə sənə xətti sürət haqqında məlumat verəcək. C cisminin xətti sürəti şərti olaraq V deyəmsə, onda B cismində xətti sürəti V olacaq. Çünki iki nöqtə də fırlanma mərkəzindən aralarındakı məsafə bir-birinə bərabərdir. Amma A cisminin uzaqlığı 2-dir. Bunun da A cisminin xətti sürəti 2B-yə bərabər olacaq. Məntiq də bizə bunu deyir. Xətti sürəti biz nə kimi xatırlayırdıq? S bölünmüş T kimi. Zaman eynidirsə, gedilən yol artırsa, sürət də artacaq. İndi sənə maraqlı bir sual. Dünya düzdür deyənləri xoşuna gəlməyəcək bir nümunəyə bax. Dünyanın fərqli nöqtələrindəki insanların bucaq sürətləri və xətti sürətlərinə baxaq. Dünya üzərindəki hər kəs, dünya öz oxu ətrafında tam bir dövr edəndə, yəni bir gündə sadəcə bir dəfə dövr etmiş olacaq. Ona görə dünya üzərindəki hər kəsin bucaq sürəti bir-birinə bərabərdir. Bütün nöqtələrdə bucaq sürəti omega qədərdir. Amma xətti sürət isə fərqlidir. Dünyanın öz oxu ətrafında fırlandığını nəzərə alsaq, bu adamın tam bir dövrünə, yəni bir periodda getdiyi yol çevrənin uzunluğu 2pi r qədər olacaq. Tam bu nöqtənin fırlanma mərkəzindən olan uzaqlığı bu qədərdir.
Bu nöqtədə dayanan adamın fırlanma mərkəzinə olan uzaqlığı isə bu qədərdir. Düsturu xatırla, V bərabərdir omega. Düstura baxsaq, omega hər yerdə eynidir. Onda V R ilə düz mütənasib. Yəni fırlanma mərkəzi ilə düz mütənasib olacaq. Məsələn, mən tam qütblərdəyəm desəm, yəni fırlanma mərkəzi üzərindəyəm desəm, texniki olaraq xətti sürətim 0 olacaq. Bu nöqtədə R kiçikdir. Onda xətti sürətin nisbətən daha kiçik olacaq. Bu nöqtədə isə R nisbətən daha böyükdür. Onda xətti sürətin daha böyük olacaq. Hə, sən deyirsən ki, müəllim, axı çevrənin radiusu hər yerdə eynidir. Dünya bu nöqtə ətrafında fırlanmır. Öz oxu ətrafında fırlanır. Buna diqqət et. Ona görə fırlanma mərkəzi olan uzaqlıqlara bax. Dünyada ən böyük xətti sürət ekvator xətti üzərindəki cisimlərdə olacaq. Təqribən 1650 km bölünmüş saat. Dönmə sürəti bu qədər böyükdürsə, biz onu niyə hiss etmirik? Çünki dünyanın bucaq sürəti çox kiçikdir. Hətta gəl hesablayaq. Omega bərabərdir 2 pi düsturundan istifadə edək. Pi-ni ənənəvi olaraq 3 götürsək, 6 bölünmüş, T də 24 saniyə. Yəni 24 vurulmuş 3600 saniyə. Yəni 6-nı 86400-ə bölməlisən. Alınan cavab dünya üzərindəki bir cismin bucaq sürəti olacaq. Başqa sözlə 24 saatda 360 dərəcə fırlanan cisim 1 saatda 15 dərəcə fırlanır. Bu çox kiçik bir sürətdir. Müəllim, bəs xətti sürətimiz böyüdür axı. Dünya öz oxu ətrafında sabit deyə biləcəyimiz bir sürətlə fırlanır. Bu videoya baxaq. Qəpiyi dik olaraq masaya yerləşdirirlər. Sanki cisim heç hərəkət etmirmiş kimi görsənir. Pəncərədən çölə baxanda sürət qatarı içində olduğumuzu anlayırıq. Hətta indi dəqiq sürətimizi görəcəksən. Buna baxmayaraq qəpik sanki hərəkətsiz dayanmış kimi görsənir. Sürətimiz hardasa 384 km bölünmüş saatdır. Əgər sabit sürətlə irəliləyirsənsə, sürətlənmirsənsə, yavaşmırsansa təcil 0. Fizikada hərəkətdə olmaqla sükunətdə olmaq arasında fərq yox. Gəldik çevrə üzrə bərabər sürət hərəkətdə ən maraqlı yerə. Cisimlər niyə çevrə üzrə hərəkət edir? Bunun səbəbindən danışır. Burada bir raket var. Bu raket sağ tərəfə doğru bərabər sürətlə hərəkət edir. Sürtmə qüvvəsi yoxdur, müqavimət yoxdur. Cismi yavaşladacaq heç bir qüvvənin olmadığını düşünək. Newtonun birinci qanunu xatırla. Təsir edən qüvvə yoxdursa və ya əvəzləyici sıfırdırsa, ilk başdakı sürətini qoruyub saxlayacaq. Yəni sağ tərəfə doğru dümdüz gedəcək. Amma mən buna müdaxilə edəcəm. Məsələn, bu istiqamətdə bir F qüvvəsi ilə təsir göstərəcək. Artıq sağ tərəfə doğru getməyəcək. Bu qüvvə onun sürətinin istiqamətini dəyişəcək. Və belə bir trayektor üzərində hərəkət edəcək. Sürət vektoru artıq budur. İndi sol istiqamətdə yönləndirməyə çalışacağam. Raketin trayektoriyası dəyişəcək. İndi aşağı doğru müəyyən bir qüvvə ilə təsir göstərməyə çalışırıq. Trayektoriya bu olacaq. Son dəfə sağa doğru müəyyən bir qüvvə ilə təsir göstərir. Cisim başladığı nöqtəyə gəlib çatacaq. Trayektoriya sən nə isə xatırlatdı? Bəli, çevrə üzrə hərəkətə nümunədir. Bu cisim necə, nəyə görə çevrə cızdı? Göstərilən bu qüvvələrə görə. Diqqət et, bu qüvvələr həmişə mərkəzə yönlənir. İndi nədən danışdığımı tam anlamağın üçün nümunəyə baxaq. Yenə sürtünməsiz, müqavimət qüvvəsinin olmadığı bir şəraitdə bu raketi ipə bağlayır və həmin ipi buraya sabitləmişik. Raket dümdüz hərəkət edə biləcək? Yox. Çünki iplə bağlanır. İplər itələyə bilmir, həmişə özünə çəkir. Bu nöqtədə ip gərilməsi mərkəzə doğru yönlənəcək. Digər nöqtələrdə də həmçinin. Demək ki, bu raketə çevrə cızdıran qüvvə ipin gərilmə qüvvəsidir. Burada bir maşın görürsən, dairəvi yolda hərəkət edir, çevrələr cızır. Müəllim, bəs dedik axı biz, çevrə üzrə hərəkət edirsə, cismi mütləq mərkəzə doğru bir qüvvə yönlənməlidir. Axı maşına heç bir qüvvə təsir etmir. Edir. Bu qüvvə sürtünmə qüvvəsidir. Bundan sonraki dərslərimizdə ətraflı müzakirə edəcəyik. Müəllim, bir dəqiqə sürtünmə qüvvəsi həmişə hərəkət istiqaməti əksinə yönlənmirdi. Xeyr, sürtünmə qüvvəsi hər istiqamətdə ola bilər. Hərəkət istiqamətində, hərəkətin əksi istiqamətində. Hətta bu nümunədə gördüyün kimi hərəkətə 90 dərəcə bucaq əmələ gətirəcək şəkildə belə yönlənə bilər. Bu tutmuş yolda hərəkət edən avtomobil düşür. Avtomobil dönməyə çalışır. Yolu nə qədər döndərsə də avtomobil dönə biləcək. Xeyr, dümdüz hərəkət edəcək. Çünki səthlə təkər arasında heç bir sürtünmə qüvvəsi yoxdur. Yolu nə qədər döndərsə də avtomobil yenə dümdüz hərəkət edəcək. Avtomobil burada olanda sürtünmə qüvvəsi bu cür yönlənəcək. Burada ayın yer ətrafında hərəkətini görürsən. Bunun səbəbini sən rəylərdə izah et. Bu nümunələri çoxaltmaq olar. Sənin burada bilməli olduğun tək şey, cisimlər əgər çevrə üzrə hərəkət edirsə, ona mütləq
Sürət vektoruna perpendikulyar bir qüvvə mərkəzə doğru təsir göstərməlidir. Bu qüvvə dartı qüvvəsi, gərilmə qüvvəsi, sürtünmə qüvvəsi və qüvvənin başqa növləri də ola bilər. Cismi çevrə üzrə hərəkət etməsinə səbəb olan bütün qüvvələr mərkəzə qaçma qüvvəsidir. Mərkəzə qaçma qüvvəsi ayrıca bir qüvvənin növü deyil. Çevrə üzrə hərəkətə səbəb olan qüvvənin adıdır. Bayaq baxdığımız videonu xatırla. Burada cisim çevrə üzrə hərəkət edir. Bəs bu cismin çevrələr cızmasına səbəb olan qüvvə hansı qüvvədir? Rəylərdə onu da yaz. Hər iki situasiyanı da ən doğru şəkildə izah edən düşərgəmizdə ilk ay ödənişsiz iştirak edəcək. Burada danışmalı olduğumuz bir mövzu var. Əgər diqqətlisənsə bu sual sənin də ağlına gəlir. Bayaqkı nümunəni xatırla. Biz dedik ki, baxdığımız situasiyada çevrə üzrə hərəkət edən cisim bərabər sürətlə hərəkət edir. Amma təcili də var. İndi sən deyirsən ki, müəllim, sürət dəyişmirsə, təcili hardan çıxdı? Mən sürət dəyişmir demədim. Sürətin ədədi qiymət dəyişmir dedim. Sürətin istiqaməti isə hər an dəyişir. Bunun səbəbi mərkəzə qaçma qüvvəsidir. Ona görə də sözü gedən təcil mərkəzə qaçma təcili adlandırılır. Ay müəllim, cisim təcili hərəkət edirsə, o ya getdikcə sürətini azaltmalıdır, ya da sürətlənməlidir. Həmişə yox. Təcilli hərəkət dərslərini xatırla. Cisim nə vaxt yeyinləşirdi? Təcil sürət istiqamətində olanda. Bəs nə vaxt yavaşayırdı? Təcil vektoru ilə sürət vektoru bir-birini əks istiqamətdə yönlənəndə. Demək ki, cismin sürətini dəyişmək üçün təcil ya cisim istiqamətində olmalıdır, ya da cismin əksi istiqamətində olmalıdır. Bəs yaxşı, bizim cismə hansı istiqamətdə təsir edir təcil vektoru? Təcil daima çevrənin mərkəzinə doğru yönəlir. Təcil nə deməkdir? Vahid zamandakı sürət dəyişməsi deməkdir. Sürət vektorial kəmiyyətdir. Həm ədədi qiyməti var, həm də istiqaməti var. Sürət artırsa, deməli təcil var. Sürət azalırsa, deməli təcil var. Sürət istiqamətini dəyişirsə, deməli təcil var. Buradakı sürət vektorları burada yuxarı yönlənir, burada sola, burada aşağı, burada sağa. Vektorların hamısı bir-birindən fərqlidir. Sadəcə ədədi qiymətləri eyni. Burada təcil var və sən bunu bilməlisən. Cismə təsir edən əvəzləyici qüvvə hara yönlənibsə, təcil də eyni istiqamətə yönəlir. Xatırla, F bərabərdir M-a. Deməli, burada qüvvə ilə eyni istiqamətdə bir təcil vektoru var. Təcil vektoru hara yönlənir? Mərkəzə. Buna görə də bizim baxdığımız təcil mərkəzə qaçma təcili adlanır. Mərkəzə qaçma təcilinin burada düsturları var. Və bunları bilməyin vacibdir. Adətən bu düsturlar əzbərlə deyilir və üstündən keçilir. Amma mən burada bu düsturların hardan gəldiyini göstərəcəm. Və dərsimizi bitirəcəm. Əgər mənə isbat lazım deyil müəllim, mən bunları əzbərləyəcəm deyirsənsə, bu dərs sənin üçün burada bitir. Mövzuya aid bir sınav paylaşacağam. Dərsi nə qədər mənimsədiyini görmək üçün. Ən yüksək nəticəni toplayıb 2 nəfər yanvar qrupuna bir ay ödəniş iştirak edəcək. Və unutma, hər ay ən yüksək nəticəni göstərən 5 nəfər həmin ay ödənişdən azad. Bizim A nöqtəsində bir cisim çevrə üzrə hərəkət edərək B nöqtəsinə gəlir. Bu bizim ilk koordinatımızdır. Bu isə son koordinatımız. Bunda bu cisim nə qədər yer dəyişib deyəndə A nöqtəsi ilə B nöqtəsini birləşdirən bir vektor çəkirəm. Bu vektor yer dəyişmə vektorudur. Yer dəyişmə vektorunu şərti olaraq delta F kimi işarə edirəm. Mən nəyi tapmağa çalışıram? Təcili tapmağa çalışıram. Təcil nə idi? Vahid zamandakı sürət dəyişməsi idi. Burada sürətin sadəcə istiqaməti dəyişir. Yəni ədədi qiymət dəyişmir. Bu V-dirsə, onda bu da V-dir. Onda sürət dəyişməsini tapmalıyam ki, təcilə keçim. Yəni bu vektorun dəyişməsinə baxmalıyam. Delta V yazıram bunu. Delta V demək V çıxılmış V0 deməkdir. Onda mən burada vektorların fərqini tapmalıyam ki, sürət dəyişməsini tapa bilim. Vektorların çıxılma qaydasını xatırla. Bu vektoru eyni ilə bura köçürürəm. Bunların fərqi nə idi? Fərqi delta V-dir. Hardan aldım? Sürətlərin ədədi qiyməti eynidir. Sadəcə vektorların istiqaməti fərqlidir. Ona görə bu vektorları bir-birindən çıxardım. Burada 2 dənə üçbucaq var. Bu üçbucaqların oxşar üçbucaq olduğunu isbat etdiyim an üslublarım isbat olunacaq. Oxşar üçbucaq olduğunu isbat etmək üçün bucaqları tapmalıyım. Bunu tapmaq üçün də bu xətləri tamamlayırıq. Üçbucağı tamamlayırıq. Burada 90 dərəcə olduğunu bilirəm. Burada da 90 dərəcə olduğunu bilirəm. Bura alfa. Alınan bucaq bir rombdur. Rombun daxili bucaqların cəminin 360 dərəcə olduğunu sən artıq bilirsən. Burada 90 var, burada 90. Bura 180 dərəcədir. Onda bura 180 dərəcə çıxılmış alfa. Niyə? Mənfi alfa, müsbət alfa 0 edəcək. Burada 180 dərəcə, 90 dərəcə, 90 dərəcə. Cəmi 360 dərəcə edəcək. Burada
180 çıxılmış alfadırsa, onda bura alfadır. Niyə? Çünki açıq bucaqdır. Bu vektorla bu vektor bir-birinə paraleldir. Bura alfadırsa, bura da alfadır. Bu radiusdur, bu da radiusdur. Bir-birinə bərabərdir. Bu sürət vektoru. Tərifi xatırla. Sürətin sadəcə istiqaməti dəyişir. Ədədi qiyməti dəyişmir. Ona görə bu vektorların uzunluqları da, yəni bir növ ədədi qiymətləri də bir-birinə bərabərdir deməkdir. Demək ki, bunlar oxşar üçbucaqdır. Tapılanları yazırıq. Alfa bucağının qarşısında nə var? Delta r var. Yanında nə var? R. Delta r bölünmüş r. Buradakı bucağın qarşısında nə var? Delta r var. Yanında nə var? V var. Mən nəyi tapmağa çalışıram? Təcili. Bu düsturun hardan gəldiyini tapmalıyam. Burada v kvadrat var. Deməli, mən hardansa v-yə keçməliyəm. V kvadratını tapmalıyam. Sürətin düsturunu xatırla. V yer dəyişmənin zamanı olan nisbətidir. Burada bizim yer dəyişməmiz delta s delta r-ə bərabərdir. Biz onu delta r kimi qəbul etmişdik. Deməli, delta r-in yerinə bunu yaza bilər. Tərəf tərəfə vura. Nə olur? V kvadratı bölünmüş r bərabərdir. Delta v bölünmüş delta t. Bu düstur sənə hardansa tanış gəlir. Bu təcilin düsturudur. Axtardığınız şey tam olaraq budur. Bu təcil mərkəzi qaçma təcilidir. Və bunu mütləq bilməlisən. Mərkəzi qaçma təcilinin məşhur bir ifadəsi də var. Sən artıq bunu öyrənmisən. V bərabərdir omega r-dir. Burada yerinə qoyub yazsam, ikinci məşhur düsturu almış olar.